hazırlayacağım. Bunun için bizə lazım olacaq 125 qram otaq temperaturunda olan yumuşaq kərə yağı, 1 yumurta, stəkanın 1/3 hissəsi duru yağ, yarım stəkan şəkər pudrası, 1 çay qaşığı qabartma tozu, yəni bir paçkanı hamısını qatmayın, 1 çay qaşığı ölçüb qatın. Çünki peçenyalar yəni ovulur, dağılır, çatlayır bişirəndə. Ona görə 1 çay qaşığı qabartma tozu, 1 paçka vanil,